Bu suallara cavab tapıldı və şükürlər olsun ki, biz də bunun artıq şahidi oluruq ki, Azərbaycan media mühitində, media sferasında artıq ələnmə gedib və artıq Azərbaycan media sahəsi daha da saflaşıb, daha da artıq belə deyək, qeyri-ənənəvi yollarla mətbuata gələn şəxslər və yaxud da hansısa belə deyək də öz çirkin niyyətlərini irəli sürmək istəyən şəxslər artıq mətbuatdan yoxdular. Bu çox sevindirici bir haldır və düşünürəm ki, əslində bu islahatlar da həm də Azərbaycanda media sahəsində aparılan işlərin, uğurlu işlərin ən layiqli nəticəsi oldu. Çox təşəkkür edirəm. Bir sual da istəyirdim sizdən soruşum. Bu artıq çox maraqlı bir sualdır. Mətbuatda gənclər arasında milli musiqilərimizə sevgini, rəğbəti artırmaq, klassik ifaçıları unutmamaq üçün hansı təbliğatlar aparılır hal-hazırda? Əslində düşünürəm ki, bax burada ən öndə təbliğat aparılası kütləvi informasiya vasitəsi televiziyalardır. Çünki televiziyaların bu faktor ki, daha çox geniş imkanları var. Ümumiyyətlə həm gənclərin yetişməsində, həm yeniyetmələrin inkişafında, həm milli mənəvi dəyərlərin qorunmasında. Bu baxımdan da əlbəttə televiziya kanallarımız, hətta belə deyək, sosial şəbəkələr də buna aiddir, media subyektləri, saytlar da buna aiddir ki, daha çox belə deyək, bayaqlığı biz əslində tamaşaçıya nəyi təqdim ediriksə, tamaşaçı onu qəbul edir və bir müddət sonra onu sevməyə başlayır. Bu baxımdan da əlbəttə burada təbliğatın çox böyük önəmi var. Çünki bilirsiniz ki, Azərbaycan mədəniyyətinin çox əsrlik bir tarixi var. Azərbaycan mədəniyyəti dünya mədəniyyətlər tarixində öz imzası olan bir mədəniyyət növüdür və eyni zamanda mədəniyyətimizin təbliğ edən şəxslər, belə deyək də, muğamımızı təbliğ edən şəxslər, muğam ifaçılarımız, sənətkarlarımız, bax bunlara daha çox geniş yer verilməlidir, bunlar ön plana çıxmalıdırlar və mən də artıq bunun şahidi oluram ki, son dövrlər elə televiziya kanallarımızda aparılan bu saflaşdırılma siyasətindən sonra artıq şahidi oluruq ki, hətta muğam ifaçılarının ifaları mənim qarşıma çıxır sosial şəbəkələrdəki, məsələn, onlar da artıq trenddə olur, kəşfətdə olur. Bu çox önəmli bir haldır və o baxımdan da əlbəttə əgər biz jurnalistlər, media qurumları aktiv olsaq və bu cür sağlam musiqini təbliğ eləsək, əminəm ki, artıq cəmiyyətimiz də bax bu cür musiqiləri daha çox, onsuz cəmiyyətimiz sevirdi, amma daha da çox sevəcək və daha çox həmin insanlar